Salam. Təsəvvür edin ki, siz bir sahibkarsınız ya da sadəcə ölkədə nə baş verir, iqtisadiyyat, əhali vəziyyəti necədir, bunu bilmək istəyirsiniz. Bəs etibarlı, obyektiv məlumatı hardan tapmaq olar? Bax, bugün məhz bu cür məlumatların necə yığıldığını, qorunduğunu tənzimləyən bir sənədə baxırıq. Azərbaycanın rəsmi statistika haqqında qanununa. Onu da deyim ki, bu müzakirə Ruzgar bəyin istəyi ilə sizin üçün süni intellekt tərəfindən hazırlanıb, əsas mənbəmiz elə qanunun özüdür. Məqsədimiz də onun əsas məqamlarını belə deyək, sizin üçün aydınlaşdırmaqdır. Gəlin başlayaq. Bəli, rəsmi statistika əslində çox geniş bir çevrə üçün həyati önəm daşıyır. Dövlət qurumları qərar verərkən, bizneslər plan qurarkən, alimlər, beynəlxalq təşkilatlar hamı bu rəqəmlərə baxır. Əsas məqsəd nədir? Cəmiyyəti, ölkənin, yəni iqtisadi, sosial, demoqrafik, hətta ekoloji vəziyyəti barədə dəqiq məlumatla təmin etmək. Amma burada çox həssas bir nöqtə var. Məxfilik məsələsi yəqin. Bəli, tamamilə. Bütün bunlar fərdi məlumatların məxfiliyini qorumaqla, vətəndaşların hüquqlarını hörmət etməklə olmalıdır. Obyektivlik də önəmlidir, bir də beynəlxalq standartlara uyğunluq. Bunlar da əsas hədəflərdir. Yaxşı, bəs qanun, rəsmi statistika deyəndə konkret nəyi nəzərdə tutur? Sadəcə rəqəm toplamaq deyil yəqin ki. Xeyr, bu daha genişdir. Qanun bunu rəsmi statistika məlumatlarının, belə deyək, istehsalı sahəsində fəaliyyət kimi müəyyən edir. Maraqlıdır ki, bura təkcə sorğularla yığılan məlumatlar yox, həm də inzibati məlumatlar daxildir. İnzibati məlumatlar, o nə deməkdir? Bunlar dövlət orqanlarının öz işlərini görərkən, məsələn, vergi yığanda, təhsil, səhiyyə sahəsində topladığı məlumatlarda. Bunlar da yəni statistik məqsədlər üçün istifadə oluna bilər. Bu həm də, necə deyim, respondentlərin yükünü azaldır da. Aha, anladım. Yəni təkrarçılığın qarşısı alınır bir növ. Bəs bu məlumatların toplanması, işlənməsi, bütün bu proses necə təşkil olunub, kimlər məşğuldur bu işlə? Sistem vahid şəkildə qurulub, mərkəzləşdirilmişdir. Yəni, müvafiq dövlət statistika orqanları var, onların yerli bölmələri var, bax, onlar məşğul olur. Fəaliyyətləri də əsasən illik hazırlanan statistik işlər proqramı ilə tənzimlənir. Onların vəzifəsi təkcə toplamaq deyil yəqin. Əlbəttə yox. Vəzifələr çoxdur. Proqramı hazırlamaq, metodologiyanı müəyyən etmək, məlumatları toplamaq, sonra onları təhlil etmək, keyfiyyətini yoxlamaq, yaymaq və ən əsası, bayaq dediyimiz kimi, ilkin məlumatların məxfiliyini təmin etmək. Bir də çox vacib bir məqam var. Statistika orqanları bu topladıqları məlumatlardan heç vaxt, heç bir halda hansısa konkret şəxsə və ya şirkətə qarşı istifadə edə bilməz. Məqsəd yalnız ümumi vəziyyəti görməkdir. Hə, bu çox önəmlidir. Məxfilikdən danışmışkən biraz da detallı danışaq. İnsanlar, şirkətlər haqqında məlumatlar necə qorunur konkret olaraq? Baxın, qanun bu məsələyə çox ciddi yanaşır. Fərdi şəxslərin və ya şirkətlərin qanunda onlara statistik vahidlər deyilir, birbaşa və ya hətta dolaylı yolla tanınmasına imkan verən bütün ilkin məlumatlar. Yəni adı, ünvanı filan. Təkcə o yox, elə məlumatlar ola bilər ki, ad olmasa da kimdən söhbət getdiyini anlamaq mümkün olsun. Bax, bütün bunlar konfidensialdır, statistik sirdir. Hətta o dolaylı tanınma riski də nəzərə alınır. Ona görə qanun qayda qoyur. Məsələn, ümumiləşdirilmiş, yəni yekun statistik nəticələr dərc olunanda, onlar mütləq ən azı 3 statistik vahidi əhatə etməlidir. 3. Niyə məhz 3? Ki, tək bir və ya 2 vahidin məlumatı ayrıca seçilməsin. Və əlavə olaraq heç bir vahidin payı ümumi nəticədə 85%-dən çox olmamalıdır. Yəni, biri çox dominant olub, onun göstəricisi ümumi rəqəmi demək olar ki, müəyyən etməsin. Bu məxfi məlumatlar yalnız ümumiləşdirilmiş göstəricilər hazırlamaq üçün istifadə olunur. Elmi tədqiqatlar üçün verilə bilər. Amma yalnız və yalnız tam anonimləşdirildikdən sonra... Lap yaxşı. Deməli, fərdi məlumatları qorunmaq üçün konkret, işlək mexanizmlər var. Bəs bütün bu sistem hansı təməl prinsiplərə söykənir? Yəqin təkcə məxfilik deyil. Əlbəttə, qanunda bir neçə əsas prinsip sadalanır. Düzgünlük, yəni məlumat reallığı əks etdirməlidir, obyektivlik, yəni tərəfsizlik, müasirliyə uyğunluq, yəni məlumat köhnə olmamalıdır, aktual olmalıdır, şəffaflıq, yəni metodologiya, nəticələr açıq olmalıdır və təbii ki, məxfilik.
Amma bəlkə də ən vacib prinsip dövlət statistika orqanlarının müstəqilliyidir. Bu o deməkdir ki, onlar hansı məlumatı toplayacaqlarını, hansı metoddan istifadə edəcəklərini, nəticələri nə vaxt və necə yayacaqlarını seçməkdə tam sərbəstdilər. Heç bir kənar təşkilatdan, o cümlədən hökumət orqanlarından göstəriş qəbul etmirlər. Bu, statistikaya ictimai etimad üçün, necə deyim, kritik əhəmiyyət daşıyır. Niyə bu qədər vacibdir? Çünki statistika siyasi təsirlərdən, təzyiqlərdən azad olmalıdır ki, cəmiyyət onun obyektivliyinə, tərəfsizliyinə inansın. Əks halda rəqəmlərə şübhə yaranar. Çox maraqlıdır. Deməli, belə ümumiləşdirsək, Azərbaycanın rəsmi statistikası məlumatların toplanmasından tutmuş, yayılmasına qədər çox dəqiq qaydaları olan bir sistemdir. Və bu sistemdə məxfiliyə, xüsusən də müstəqilliyə çox ciddi önəm verilir. Mərkəzləşdirilmiş bir yapıya malikdir, sanki ölkənin bir güzgüsü kimidir, amma eyni zamanda güzgüdəki ayrı-ayrı əksləri, yəni fərdləri və şirkətləri qoruyur. Bəli, çox yaxşı ifadə etdiniz. Tam olaraq belədir. Və sonda icazənizlə sizə düşünmək üçün bir fikir, bir sual verim. Buyurun. Məlumatların məxfiliyinin bu dərəcədə, yəni ciddi şəkildə qorunması, bu ümumiləşdirmə qaydaları, məsələn, minimum 3 vahid qaydası, bunlar fərdləri qorumaq üçün əlbəttə zəruridir. Amma görəsən, bəzən tədqiqatçılar, analitiklər üçün lazım olan daha dərin, daha spesifik məlumatların əldə edilməsini çətinləşdirə bilməzmi? Yəni, statistika həmişə bu iki qütb arasında bir tərəfdən faydalılıq, digər tərəfdən məxfilik arasında bir tarazlıq axtarışındadır. Bu daimi bir dilemmadır. Doğrudan da düşündürücü bir məqamdır. Fayda və məxfiliyin balansı. Çox sağ olun. Və bir daha xatırladaq ki, bu müzakirə sizin üçün süni intellekt tərəfindən hazırlandı. Ümid edirik ki, rəsmi statistika haqqında qanunun əsas məqamları sizin üçün bir qədər də aydın oldu. Bəs sizin bu mövzu ilə bağlı başqa hansı suallarınız var? Fikirlərinizi bizimlə bölüşə bilərsiniz.